Hər vaxtınız xeyir əziz xanımlar. Yenə mən gəldim. Yeni bir vlog ilə qarşınızdayım. Soyuq, şaxtalı, qarlı bir gündən hər kəsi salamlayıram və yeni vlogumu izləməyə gələn hər kəsə xoş gəlmisiniz deyirəm. Bilirəm qızlar deyəcəksiniz neçə gündür hardaydın. Onu deyim ki qızlar, yəni bu aralar başım biraz qarışıq idi və düzü nə yalan deyim, heç həvəsim yox idi video montaj eləməyə, yəni telefonumda videolar çox idi, lakin onu montaj eləməyə düzü nə vaxtım var idi, nə də heç həvəsim yox idi. Ona görə də biraz bu gecikdi vloqlarım və buna görə də üzürlü sayın. Və nəhayət bir neçə gün ara verdikdən sonra qayıtdım. Bir neçə gün deyəndə hardasa bir 5-6 gün olar ki vlog paylaşmırdım. Axır dedim yox, belə olmaz. Bir montaj edeyim, videolar çox çəkdiyim videolar çox idi telefonda. Heç olmuyor onları montaj edim. Hətta qarın yağmasından da görürsünüz ki köhnə videolardır. Neysə belə keçək vlogumuza qızlar. Yadınızdadırsa demişdim, bacım Almanya'ya getmişdi. Orada mənə belə bir pay gətirib. Yəni gələndə də hətta çəkmişdim. Demişdim ki, növbəti vlogda paylaşacağım nə gətirdiyini. Bunları bacım qızı qoyub. Deməli, bu nədir qızlar? Bu duş gelidir. Almanya istehsalıdır. O biri isə baxdığınız, bundan qabaqki isə o da yine duş geliydi ama krem teksturasındaydı. Çok qəşəng ətri qoxusu və belə iyi, qalıcı iyi var idi. Çox xoşum gəldi. Sağ olsun buradan deyirəm bacım qızına. Və belə bir vitaminlər alıb gətirib bacım mənə Almanyadan. Nə vitamin 3 cür vitamin alıb. Biri multivitamindir, multiminerallardır. Digəri isə vitamin C və vitamin B12-dir. Özünüz bilirsiniz qızlar, bu vitaminlər çox xeyirlidir. Yəni lazımlıdır. Hər bir insan vitamin qəbul eləməlidir mütəmadi olaraq. Və bu ilk göstərdiyim multivitamin bütün vitaminlərin qarışığı demək. Nə ki vitaminlər var, hamısının qarışığıdır. Yəni A, B, C, D, E bütün vitaminlər var tərkibində. Və içində belə 20 dənə belə bir tablet var qızlar. Deməli, bunu qaynar suyun içinə atırsa və o qaynar suyun içində həll olunur, hələ qəbul olunur. Çox xeyirlidir. Sağ olsun bacıma buradan deyirəm. Və bu da C vitaminidir. Bunu da heç izah eləməyə gərək yoxdur. Bilirsiniz ki, yəni insan sağlığı üçün yəni ən gərəkli vitaminlərdən biridir. Yəni xəstəliklərin qarşılığını almaq üçün hələ ki, yəni belə havalarda içməyi lap yerinə düşdü bu. Yəni inşallah ki, uşaqlara da, yoldaşıma da özüm də içərik bunlardan. Və vitamin B12 yenə də deyərdim ki, insan sağlığı üçün ən vacib vitaminlərdən biridir yenə də. Bu da yenə də qan dövranıdır. Daha sonra sinir sistemini tənzimləyən bir vitamindir. Ümumiyyətcə belə dəriyə, saç, dırnaq falan hər bir şeyə gərəkli bir vitamindir. Yəni xeyirlidir belə deyək. Və buradan yenə də çox sağ ol deyirəm bacıya, düşünərək alıb. Allah razı olsun ondan. Və elə birini dedim hazırlayayım, içeyim. Elə isti suya attım. Dedim sizin üçün də çəkeyim. İnan o qədər çox dadı var ki vitaminlərin. Yəni çay kimi gedib gəlib içərəm də, yəni o dərəcədə. Çox ləzzətli idi dadı da. Elə uşaqlara da verdim, özüm də içdim. Və onu da qeyd edim ki qızlar, həmən bu vitaminlər burada satışda da var. Təxmini təqribi qiymətləri 12-13 manat arasındadır. Yəni apteklərdən soruşsanız, hətta buradan belə skrin eləyib şəklini göstərə bilərsiniz apteklərdə. Və belə şəklini screenshot eləyib apteklərdən də soruşa bilərsiniz. Mütləq ki var apteklərdən. Və yəni
mən adətən dərmanları heç sevmirəm. Hansısa qəbul elədiyimiz dərmanları ya uşaq Fuad üçün alanda olsun, ya böyüklər üçün heç vaxt çalışıram ki, reklam eləməyim. Çünki hər orqanizma bir cürdür. Kimə yaxşı, kimə pis təsir edə bilər. Ona görə ehtiyat edirəm elə şeylərdən. Amma bunlar vitamindir deyə bunu ürək rahatlığı ilə yəni göstərdim. İstəyən də alıb qəbul edə bilər. Belə qızlar, daha sonra keçdim yeməyimizi hazırlamağa və bu havada nə bişirərlər? Təbii ki, sulu yemək, düşbərə və yaxud ərişdə belə yeməklər çox, xəmir xörəkləri daha çox da gedir. Soyuq yemək, soyuq havanın yeməkləri bunlardır və dedim elə ərişdə hazırlayım. Çoxdandır ərişdə almışdım. Elə bugün bişirərəm, sabah bişirərəm, elə qalmışdı. Elə qismət bugünə imiş, elə bir ki, əsl, yəni yerinə düşdü bu qarlı havada. Dedim elə hazırlayım, uşaqlar da yesin. Və hazır çəkilmiş ət yox idi, yəni kiftəciklər eləyib, balaca istəyirdim kiftələrlə eləyim, amma daha tənbəllik elədim ət farş eləməyə, ona görə də elə ətləri xırda-xırda doğradım, əlavə elədim ərişlərin içinə və biraz belə su əlavə etdim, qoydum ki, ət biraz yumşalsın. Soğan, yağ soğan elədim, biraz tomat və əti də bişdikdən sonra içinə alça turşusu da əlavə etdim və buzluqda lobyam var idi. Düzdür, bu qaragöz lobya ilə daha dadlı olur ərişdə, amma yox idi, belə iri lobyalar var idi, onu çıxartdım elə buzluqdan. Və elə buzluqdan bir dənə də bulyon çıxartmışdım, ət bulyonu. Dedim elə bulyonla hazırlayım yeməyi. Düzdür, ətin dadı çıxsa da suyuna, dedim elə buzluqdakı bulyonlardan da qatım, daha dadlı olsun. Həm də ki, o qədər yığılıb ki, buzluqda bulyonlar artıq yer yoxdur. Ona görə dedim, yavaş-yavaş istifadə edeyim. Və belə biraz da su qatdım. Yarı su, yarı bulyon. Və belə suyu qaynadıqdan sonra son olaraq yenə duzunu, istiotunu və ərişdəni qatdım. Ərişdə də marketdən almışam, amma belə ev üsulu hazırlanmış ərişdədir. Düzü özüm də hazırlaya bilərdim ərişdəni, amma ki, nəsə hərdən olur ki, tənbəllik edirəm ərişdə kəsməyə, elə belə hazırını alıram. Çox dadlı idi, çox bəyəndim. Ona görə də belə bir bişirimlik hər dəfə alıram, hərdən atıram əvə ki, ürəyim istəyəndə bir də əziyyət çəkib doğru ərişdə kəsməkdənsə elə belə hazır ərişdə ilə hazırlayıram. Hətta bunun qovulmuşu da satılır marketlərdə, o ilə daha dadlı olur. Belə elə bir bişirimlik, bir paketdə bir bişirimlik olur, belə bu şəkildə satılır. Onu da əlavə etdim, qazana qoydum, qaynasın. Dedim elə bu qaynayıncaya qədər mən də karqum gəlmişdi və onlayn bir geyim sifariş etmişdim, o da gəlmişdi. Yoldaşım getdi, götürdü, gəldi, sağ olsun. Öncə dedim elə karqomu açım. Trendyoldandır bu dəfəki sifarişim. Özümə don sifariş eləmişdim, yəni libas. Gündəlik geyinməyə libas sifariş etmişdim. Burada da şəklini qoyacağım. Tam şəkildə, yəni aydın görünmür deyə şəklini qoyuram ki, görkəmi necə göründüyünü görə biləsiniz. Rəngini çox sevdim, çox xoşuma gəldi, amma biraz böyük idi mənə. Amma o da yenə də modelinə görə çox da pis görsənmədi böyük olmağı. Bir sözlə bəyəndim, xoşuma gəldi. Bunu deməli qızlar, səhv eləmirəmsə sevgili 20 kodu ilə vurmuşdum. Nəsə endirimlə bir sözlə almışdım. Və bilirsiniz ki, demişəm, hədəfələrlə Trendyolda neysə promokod gələndə endirim kodu çalışıram ki, yararlanım həmən kodlardan.
və bunu da həmin promokoddan istifadə edərək almışdım. Materialı belə necə deyirlər, bizim dildə desə mayeçni, materialın qalın kimidir, yəni qalın mayeçni sayılır. Ağır belə paltardır. Xoşuma gəldi. Yəni düzdür, hələ sezonu deyil, yazlıq paltardır. Qolu da biraz dirsəkdən aşağıdır. Materialı da burada göstərirəm. Rəngini çox sevdim. Həm də paltarın öz modelini də xoşladım. Bir sözlə bəyəndim demək olar. Və bir geyimdə buradan sifariş etmişdim. Mənim bir tanışım, yəni demək rəfiqəm də deyə bilərəm. Onlayn alış-verişlə məşğuldur, yəni onlayn satışla məşğuldur. Və belə WhatsApp durumunda görmüşdüm bu paltarı. Yəni indi göstərəcəyim paltarı çox bəyənmişdim. Və yazmışdım ki, mənim üçün gətir bu geyimi. O da sağ olsun gətirmişdi. İnan qızlar, bunu aşırı çox bəyəndim də. Yəni biri var bəyənmək, biri var belə bayıldım da, bir sözlə ürəyim getdi bu paltar üçün. Belə dəsti şalvarla köynəkdir, amma köynəyi elə görsənir ki, sanki pencək kimidir və əynində də duruşu çox gözəldir. Yəni belə material da yenə də bu da qalın, belə simli materialdır. Bunun da yenə də videosunu və ya şəklini burada yerləşdirəcəm. Əynində görünüşünü də görə bilərsiniz. Və arxası biraz uzun, qabağı biraz qısadır. Pencək kimi durur əynində. İnanın ki, çox bəyəndim. Hələ mən belə, yəni paltar ürəyimə yatmır. Və hətta qıza yazdım ki, bunun boz rəngi də olsa istəyərdim almaq. Və şalvarı da qızlar belə bu şəkildədir. Bol ətəyi boldur. Belə geniş ətəyi var. Əynində də çox yaxşı qalır. Və bunda yəni belə deyək, qarderobumda ən sevimli paltarlarımdan biri olar deyə bilərəm. Artıq yəni geyinmişəm də, yoxlamışam da, yəni ürəyimcədir. Çox xoşum gəldi. Qarderobum dedim biraz pis çıxdı qızlar. Elə də çox geyimim yoxdur mənim. Amma ki, yenə deməyim odur ki, yəni nəyim varsa onların içində ən sevimli, ən bəyəndiyim paltar olacaq deyə bilərəm. Elə qızlar, və əgər bilirəm ki, qiymətini də soruşacaqsınız, siz soruşmadan deyim, bu dəsti 60 manat aldım qızlar və deyərdim ki, dəyər, qiyməti, yəni nə bahadır, nə ucuzdur deyərdim. Ümumiyyətcə geyim alanda bunu dəfələrlə qeyd etmişəm mən, yəni çalışmıram ki, nəysə bahalı brend bir şeylər olsun. Ürəyimi sadəcə olaraq ürəyimə yatsın və salam. Onun yəni bahalığına, ucuzluğuna baxmıram. Əsas odur bəyənim. Belə qızlar, və daha sonra karqom açıncaya qədər yeməyim də hazır oldu. Dedim elə son görünüşünü də sizə göstərim. Və həqiqətən də yemək çox dadda alınmışdı. Yetirən, doyduran Rəbbimə şükürlər olsun. Allah hər kəsin evindən ruzisini, bərəkətini əski etməsin. Bilirəm, çoxdan çəkmişəm mən bu vlogu, amma artıq yəqin ki, siz izləyəndə orucluq ayı girmiş olacaq. Bu arada göz haqqınızı da halal edin. Və onda yeri gəlmişkən demək istəyirəm, oruc tutan hər kəsin Allah tutduğu orucları, etdiyi ibadətləri, duaları, Allah hər hamısını qəbul eləsin inşallah. Elə mən də özümdə inşallah Allah qismət edərsə orucumu sona qədər çalışacağam tutum. Çalışacağım yox, yəni mütləq ki tutacağam, Allah izin verərsə sona qədər inşallah tutacağam oruclarımı. Və burada da yeməyi yığıram, yoldaşım üçün yemək yığırdım. Yəni biz hələ acmamışdıq, yoldaşım aşağıda otağında işləyirdi deyə gəldi yeməyini yeməyə. Dedim onun yeməyini verim, daha sonra kimsə acarsa yenə də verərəm yeməklərini. Bu arada qızlar, səsimə görə də çox üzr istəyirəm. Bəzi izləyicilərdən hərdən yazır ki, çox sakit danışırsınız. Yəni mənim vaxtım ancaq gecələr olur deyə və montajı da gecələr edirəm.
Və gec saatları olduğuna görə təbii olaraq belə asta danışıram, sakit danışıram ki, evdəkiləri narahat etməyim və ona görə də necə var hələ də çox xahiş edirəm qəbul edəsiz. Və ümumiyyətcə belə deyim ki, səsim normal olaraq da belədir. Çox sakit danışan birisiyəm. Ona görə də kusura baxmayın, tüklər demiş olanım budur. Və artıq axşamdır. Qarın ilk yağan günü idi. Gündüz belə zəif başlamışdı. Artıq axşama doğru belə gücləşdi qar və yəni neçə ilin elə bir ki, yağmayan günlərin heyfini çıxdı bu qar. Bu il boyunca qar gördük. Və videonu burada sona yaxınlaşır istəyirəm. Sağollaşım sizinlə. Allah izin verərsə növbəti vloqda görüşərik qızlar. Ona qədər özünüzə yaxşı baxın. Sağ olun, sağlıqla qalın.